Kino sahəsinin belə bir üstünlüyü var. İstənilən mövzunu istənilən janrda təqdim edə bilmək. Bizə görə əslində janrların bir-biri ilə üzvi surətdə bağlılığı var. Hətta eyni ananın övladları kimi bir-birinə yaxındır həmin janrlar. Elə buna görə də faciəni komediyaya, komediyanı drama, dramı sürrealizmə çevirmək problem yaratmır. ...1981-ci il. Yanvarın 13-ü Cenevrədə Namibiya üzrə sülh danışıqları nəticəsiz bitir. Martın 26-sı Böyük Britaniyada Sosial Demokrat Partiyasının təsis edildiyi rəsmən açıqlanır. Mayın 6-sında ABŞ terroristləri dəstəklədikləri üçün Liviyanın bütün diplomatlarını ölkədən qovur. İyunun 12-si Polşanın baş naziri General Jaruzelski ekonomik krizisi aradan qaldırmaq üçün hökumətdə yerdəyişmələr həyata keçirir. İyulun 24-ü Məhəmməd Əli Rəcai İran prezidenti seçilir. Avqustun 30-unda isə o, baş nazir Bahanarla birlikdə Tehranda bomba partlayışı zamanı həlak olur. Atalığı Andrey Sakharovun 17 günlük aclıq aksiyasından sonra SSR hökuməti dekabrın 9-u Liza Alekseyevaya ölkədən çıxmağa icazə verir. Dekabrın 31-i Leytenant Jerry Rawlings Qanada özünün ikinci hərbi çevrilişini reallaşdırır. Dünya və Sovet kinosunda yüzlərlə bədii, sənədli və cizgi filmlər istehsal edilir. Kişilər, Camal Ağacı, Alisa Möcüzələr diyarında, Qorxma mən səninləyəm, Biz aşağıda imza edənlər, New Yorkdan qaçış, Eskalibur, Dəlicəsinə aşiq, Təpələrdə uzun yol və sair. Həmin il Azərbaycan kinostudiyasında istehsal olunan əsərlərdən biri də Tofiq Tağzadənin çəkdiyi Babamızın babasının babası bədii filmi idi. İstehsalçı Azərbaycan Film Kinostudiyası. Buraxılış ili 1981. İlk baxış tarixi 12 fevral 1982. Filmin növü tam metrajlı bədii film. Janrı komediya. Müddəti 72 dəqiqə. Ölkə Azərbaycan SSR. Dili Azərbaycanca. Texniki məlumatlar. 8 hissə 2106 metr. Adi format. Rəng rəngli. Filmin adı Babamızın babasının babası. Yoldaşlar, Əziz baba bizim canlı tariximizdir. Bu canlı tarixi qorumaq, onu hifz eləmək bizim hamımızın borcudur. Babamızın babasının babası mənim diplom işim idi. Mən Moskvada ali senaryo kurslarını bitirəndə diplom işi yazmışdım. Diplom işim elə bu idi. Çünki o vaxt bu 160 yaşlı qocalar çox dəbidir. Hər yerdə qoca axtarırdılar. 160, 155 belə. Qocalarımızla fəxr edirdik. O psixosiyatda deyirdi, mən sizə deyim. Və onda bu komediyanı mən o vaxt bu temada yazdım. Yəni populyar tema idi çox. Və Tofiq Tağzadə mənim diplom işimi çəkmək istədi və işlədik onunla bir yerdə. Yadımdadır, rejissoru Tofiq elədi və operatoru da Hüseyin Mekov idi. Hüseyinlə biz onda dostuyduk. 80-cı ildə mən təzə gəlmişdim də Moskvadan. Kino institutu təzə qurtarmışdım. Tez-tez rejissorla senaristlə belə mübahisələr aparırdım. Bizim aramızda çox vaxt problemlər olurdu və həmin filmin də redaktoru Ramiz idi, Ramiz Röşən idi. Və tez-tez məcbur olurdu ki, bizim bu mübahisələrimizə qoşulsun və bu məsələləri həll eləsin. Və
Yəni o ərəfədə mən Ramizlə tanış olmuşam və mən bildiyim elə o ərəfədə Ramiz həmin ssenari üzərində işləyirdi. Ramizlə dostlaşdıq və mənim yanımdadır. 2-ci mərtəbədə kinooperatorların otaqları var idi və o otaqda Ramiz həmin ssenarini mənə oxumuşdu və daha doğrusu o ssenari üstündə proses gedirdi və mən də çox aktiv olaraq belə öz fikirlərimi deyirdim. Biraz vaxt keçdi, Tofiq Tağızadə birdən mənə bunu təklif elədi, bu filmdə işləməyi. Ramizin bu senarisi Bədii Şuradan keçdi. Mən də yaxın dostu kimi bunun bir balaca qanım qara idi. Çünki baş rol heç cür mənə verə bilməzdi. Çünki bu qoca kişi idi. Və Ramiz Rövşənin mənim bu qan qaraçılığıma biraz nəyə? Dedi, fikir vermə, fikir eləmə. Mən səni elə baba roluna çəkəcəm. Mən elə bildim, bu mənə doluyur. Sonra Tofiq Tağızadə də bunu biləndən sonra arxayın ol, baş rol sənsən. Sənin bunun cavanlığı var. Və Əziz babanın cavanlığına mənə təsdiq elədilər. Ağadan haqqımı alan kimi sənə bir yaylıq alacaq. 80-ci illər idi və eşitdim ki, Tofiq Tağızadə yeni bir kinokomediya çəkir və bir çox aktrisaları sınaq çəkilişlərinə çağırır. Və mən bu sınaq çəkilişinə biraz, necə deyim, o qədər də məsuliyyətlə getmədim. Çünki o biri filmlərə çəkilirdim. Həmin illərdə mən çox filmlərə çəkilirdim. Buna bir elə bir dəvət eləyiblər, o cür mötəbər rejissorumuz, qocaman rejissor. Ona görə getdim. Mən tələbə idim, 2-ci kursda oxuyurdum, 80-ci il idi. Bir gün bizim sinifə, deməli, oturduğumuz o, məşq elədiyimiz o yerə, zala, səhnəyə bir nəfər gəldi. Sonradan bildim ki, bu Tofiq Məmmədovdur, 2-ci rejissor. Allah can sağlığı versin. Tofiq müəllim yaxınlaşdı, gəldi, baxdı belə bir-bir. Mənə dedi ki, bəs sən dedi, adın nədir? Dedim, adım Sabirdir. Dedi ki, sabah gələrsən kinostudiyaya filan vaxtı, sən şəkil çəkərik, bir sınaq eləyərik. Getdim sevinə-sevinə kinostudiyaya. Gördüm ki, bəs bizim çox məşhur rejissorumuz Tofiq Tağızadə çəkir bu filmi. Adı da babamızın babasının babasıdır. Tofiq Tağızadə ilə görüşdüm. Dedi ki, bəs belə bir ssenaridir. Ssenarini mənə verdilər oxumağa. Gördüm, maraqlıdır, belə çox gözəl bir ssenaridir. Dedilər, indi kino sınağına. İndi mən bilmirəm axı, arxada nə proseslər gedir. Sən demə, məndən başqa çoxlu burada gənc aktyorları, yəni aktyor olmayanları, hətta Moskvadan, Moskva Universitetində, institutunda oxuyan bəzi aktyorları da dəvət edirlər çəkiliş üçün, sınaq üçün. Çoxlu gənc aktrisaları, qızları dəvət edirlər çəkiliş. Mən bunların hamısından xəbərsizəm. Bir neçə nəfər var idi orada, tanıdıqlarım, sonradan bildim ki, bunlar məşhur aktrisalardır. Bir də bir gürcü aktrisası var. Amma burada bir məsələ var ki, ssenari rus dilindədir. Mən də rus dilini bilmirəm. Mən ikinci rejissora, assistent rejissora dedim ki, bəs mən rus dilində bilmirəm, bu qız gürcüdür. Mən gərək buna rusca danışam, mən bunu necə oynayacağam? Bunlar da dedilər Tofiq Tağızadəyə, Tofiq müəllim daha tərcümə eləyim. O epizodu tərcümə eləyim. İndi maraqlı bir şey deyim. Mən Azərbaycan dilində danışıram. Bu gürcü qızı Zeynəbi oynayacaq. Mən tapdıq o Zeynəbdə belə. Mən indi Azərbaycanca danışıram. Bu rus dilində cavab verir. Bu da əsəbləşir bu qız, aktrisa. Yəni alınmır da bundan. Nəsə çəkdilər bunu. Bəətlər indi çıxmışıq. Bu qız mənə deyir ki, aktrisa. Sən niyə rus dilini bilmirsən? Nə bilim, bunu niyə belə edirsən? Mən oynaya bilmədim, belə eləmədim. Mən də biləm, dedim, mən elə əcəb oldu, oynaya bilmədim. Amma mən bilirdim, Həmidə xanım da var sınaqda. Sonra Həmidə xanımdan çəkildik. Tərəf müqabilimdə o Sabir idi bizim aktyorumuz. Sabirlə mən tərəf müqabili oldum sınaqda. Və sonra mənə dedilər ki,
təsdiq olunmusan? Axırda Həmidə xanım təsdiq olundu. Mənlə Həmidə ikimiz çəkildik. İndi hərdən Həmidə xanıma deyirəm ki, görürsən, bax mən rusca danışsaydım, o gürcü qızı çəkiləcəkdi. Yaxşı ki, danışmadım. Hər kəs çox yaşamaq istəyir. Lakin yer üzündə hər şeyin bir əvvəli və sonu var. O son gecikəndə isə baş verənlər bəzən əndazəsindən çıxır. Bu baxımdan filmin baş qəhrəmanı Əziz Babanın taleyi də qəribəliklərlə doludur. Əslində onun həyatı tragikomik dəyişikliklərə düşər olub. Əziz Baba o qədər yaşlıdır ki, sevdikləri gözünün qabağında dünyasını dəyişib və o tək qalıb. Filmin ssenari müəllifi, o zaman gənc Ramiz Rövşən isə əbədiyyət və sevgi prizmasından baxıb həmin həyata. İdeya nə idi? Mən özüm nə istəyirdim olsun. Və o filmdə də var. Bir adam yaşayır, neçədir, 160-150 alda bir neçə yaşı var. Gəldilər birdən bunu tapdılar, bundan qəhrəman düzəltdilər və bunun yaddaşı oyandı bu adamın. Heç vaxt fikirləşməmişdim. Və bunun yaddaşı oyananda bu adam gördü ki, 160 il yaşayıb və 100 ildə eyni adamlar, eyni qızları qaçırırlar, eyni adamlar. Yəni, zamanlar dəyişir, situasiyalar dəyişmir. Film komediya olsa da orada bir kədər məqamı da var mənədə. Filmin sonluğu da kədərli idi. Yəni, bu insanın yaddaşı ilə görüşməyi və haradasa yaddaşın insanı belə deyək də yola salmalı. Və belə poetik desə belə deyir. Film belədir. Tema buydu. Senaristdən tutmuş bəstəkara qədər hamı epizodlardan, aktyorlardan, ümumiyyətlə filmlə bağlı öz təəssüratlarını, öz təkliflərini verirdilər və Tofiq Tağızadə də bu təkliflərin arasında lazım olanı seçməyi bacarırdı. Yəni, onun o bacarığı filmin tam və qarmanik alınmasına gətirirdi. Çünki çox digər, başqa fikirli və təkliflər filmi hətərəm-pətərəm belə yetkiliyini itirə bilərdi. Amma Tofiq onu bacarırdı, lazım olanı seçməyə, özünə uyğun və filmin ideyasına, üslubuna uyğun təklifləri qəbul edirdi və onu həyata keçirirdi. Tofiq Tağızadanın mənə hesab edirəm, bu rejissor üslubu idi. Film çox həvəslə başlandı. Bu Tofiq Tağızadə idi. Birisi də bu məktəbdir. Yadımda qalan odur ki, bir sirr açım sizə. Mən atla və itlə çəkilməyi xoşlamıram. Fikir versəz, mənim atla, itlə heç bir çəkilişlərdə olmamışam. Çünki, nə deyim, bir balaca çəkinirəm. Bəxtimdən belə gətirdi ki, burada at da var idi, it də var idi. Çobanın iti və Eldəniz müəllimin, bəyin atı. Bu atın sorağını almışdım, getdim, aldım, gətirdim. Hoşuma gəlir. Yaxşı atdı. Bir yaxşı, bax, gör necə atdı. Vallahi yaxşı atdı. Elə sən də yaxşı oğlansan. Adın nədir? Əzizdir. Bu filmin elə aurasına düşüb aktör oldum. Bəlkə də heç aktör olmazdım. Yəni o qədər belə gözəl bir iş oldu ki, alındı ki. Senari müəllifi Ramiz Rövşən, Allahdan sağlığı versin. Təsəvvür quruluşçu rejissor Tofiq Tağızadə, SSR-nin ən populyar, sevilən, tanınmış bir rejissoru. Belə bax, bu atmosferdə mən özümü açığı belə çox qəribə hiss edirdim və yavaş-yavaş adaptasiya olursan da o çəkiliş qrupuna.
Çəkilişdə bir dəfə mənə çox ağrılı bir səhnə oldu. Qəbirstanlıqda çəkirdik və mən qəbirstanlığa gəlməliydim. Öyle bir səhnə, qəbirstanlıqla bağlı bir səhnə idi. Onu da bax, biz çəkə bilmədik, nəyə görə? Geyim üzrə rəssamımız mənim paltarımı, başqa paltar, ağ paltar getirib. Başqa ya aktrisanın paltarı, ya mənim paltarımı gətirməmişdi. Mənə də deyir, sus danışma, demə. Mən də qalmışam beləcə, rejissor gəlir. Bu nədir? Bu nədir gəlin kimi bəzənmişsən? Sən qəbir üstündəsən, sən Zeynəbsən. Zeynəb rolunu yapacaq. Hanı sənin paltarın? Düzün bilmirəm. Bu filmin ərsəyə gəlməsində də qəribəliklər var. Bunlardan ən birincisi filmin quruluşçu rejissoru və quruluşçu operatoru arasındakı kinoya, sənətə baxış prizmasının fərqliliyi, xasiyyət vektorlarının bir-birinin hardasa tamamən əksi olmasıdır. Daha sadə desək, hər baxımdan iki fərqli dünya görüşü və yaşayış tərzi olan iki insan bir araya gələrək bədii film yaradıb. Tofiq Ağazadənin üslubu bir balaca mənim arzuladığım, istədiyim üslubla o qədər üst-üstə düşmürdü. Amma razılıq verdim və biz işlədik film üzründə. Ssenari yazılışı prosesində mənim yadımdadır. Çoxlu təkliflər oldu. Yəni ssenari deyəndə rejissor ssenarisi yazılışında. Orada da bir dəyişikliklər olurdu. Tofiq müəllim təkliflər verirdi, mən təkliflər verirdim. Ramiz də önün üstündə işləyirdi. Həqiqəti mən özüm üçün kəşf elədim ki, senaristin rejissora ən böyük köməyi ona mane olmamaqdır. Filmin müəllifi rejissordur və senarist bununla barışmalıdır. İstəyən əvvəldən axırdan sən yazmışsan. Həm müəllif deyirsən, amma dəxli yoxdur. Rejissor bir kadrla dəyişə bilər bütün ideyanı, hər şey. Çünki ekranda görülən mənzərə kağızdakı eyni deyil. Onlar ayrı şeylərdir. Filmin məzmununa gəlincə, Əziz Baba Azərbaycan kəndlərindən birində yaşayan uzunömürlü bir kişidir. Kəndin bütün əhalisi Əzizin qohumları olsa da, heç kim onun neçə yaşında olduğunu dəqiq bilmir. Çoban Əziz kolxoz qoyunlarını otarır, hərdən ötüb keçənləri xatırlayır, ilk məhəbbətini yada salır. Bir gün məlum olur ki, onun 160 yaşı var. Əzizin doğum tarixi babasının Əzizin anadan olması ilə əlaqədar sifariş verdiyi mis qablara həkk olunub. Təntənəli yubiley keçirilir, hər yerdən insanlar gəlir. Əziz baba təmirli bir evə köçürülür və onun üçün fərdi həkim tutulur. Eldəniz Zeynalov həkimi oynayırdı həmin filmdə və xatırlayıram Rafiq Əliyevi. O reportör oynayırdı, jurnalisti. Gəlib Hüseyn Ağa Sadıqovdan, qocaman aktyorumuz. Ben onu Xoruz Baba kimi tanıyırdım və bütün nəslimiz Xoruz Baba kimi tanıyırdı. Müsahibə götürür filmdə, ssenari əsasında. Və birdən nəsə alınmırdı onda. Tofiq Ağazadə mən onda gördüm necə əsəbidir. Bir dedi, iki dedi, yəni amma aktyor ya fikri dağınıqdır, ya nəysə, nəsə alınmırdı. Tofiq Ağazadə bir qışqırdı ki, amma çəkildi, sonra da öpdü, qucaqladı, əla oynadın. Tofiq Ağazadə o səviyyəli adam idi ki, o qışqırıb qəlbə dəyəndə də biz onu hiss eləməmişik ki, o kiminsə xətrinə dəydi. Yaxud o işə bizim qarışmağa nəinki ixtiyarımız olmayıb, çünki bunu elə gözəl eləyirdi ki, mənim də üstümə qışqırıb. Amma o mənim qəlbimə dəymədi. Çünki o elə onun ustalıqla elədi ki. Hətta mən sevindim ki, Tofiq müəllim mənə onu deyib. Amma mən cavan olduğuma görə birdən-birə dəyişə bilmirdim. Çəkiliş meydançasında motor deyilənə qədər bu təşkilatda bu kişinin sifəti dəyişirdi, olurdu başqa adam. Stop deyiləndə yenə də olurdu bizim dostumuz. Mən düz əvvəlcə biraz çəkinirdim gənc olaraq da, yəni bir aktyor kimi. Amma Tofiq Ağazadə mənə rəhmətli çox kömək edirdi. O mənə göstərirdi, özünün çox yaxşı göstərmək qabiliyyəti var idi. Dəstək olurdu mənə. Tofiq Ağazadənin bir rejissor kimi onun iş üslubu çox maraqlı idi və seçilirdi. Mən məsəl üçün hesab edirəm ki, elə bir yol da mümkündür, yəni rejissor sənətində. O bütün yaradıcı kollektivə
geniş imkan verirdi. Bir Tofiq Tağızadə idi, bir ağsaqqal, qalan hamısı dostlarımız idi. Bilirdi ki, dostların bir işi oldu bu. Və mənə də gəlir ki, o film təbii indi zamanla müxtəlif müəyyən qüsurlar görünür, amma hər halda səmimi film idi, səmimi atmosferi var idi. Tamaşaçılar Əzizi 3 kadrda görürlər. Balaca Əziz özündən böyük olan bir qıza aşiqdir. Gətirmisən? Hə, gətirmişəm. O aktrisa mesela o səhnəyə görə biz məcbur olduq gedək aktrisanı xaricdən gətir. Ya xaricdən deyəndə ki, Ukrayna. Mən ikinci rejissorla Tofiqlə getmişdik. Həmin aktrisanı seçməyə və seçib razılığını aldıq, gətirdi. O təkcə o səhnədə yox, çox səhnələrdə çəkilir. Amma məhz buna görə biz o aktrisanı bizim aktrisanı yox, xaricdən gətirdik. Və normal da alındı, mənə yer ki, yerindədir. Nədir əziz? Niyə belə baxırsan? Xoşuna gəlir, hə? Hə, xoşuma gəlirsən. Mən çalışmışam bu səhnəni elə çəkib ki, elə romantik, elə belə estetik, yüksək estetik səviyyədə olsun ki, bunu mən o ərəfəni nəzərə alaraq bunları deyirəm ki, qəbul edən şəxslərdən, yəni komitədən, Moskvadan, bizim bu telekanal hər yerdən keçə bilsin və hamı da qəbul eləyə bilsin. Elə də oldu. Mən yazmışam ki, başı yürür da, elə bir kənd yerində oturub. Yəni səhnə o cür olmaya da bilər. Yəni səhnə əslində heç nə həll edilmir. Ya biraz o vaxtki zövqə bir etiraz kimi ola bilərdi. Amma çoxları o səhnəni gördülər, çox adamlar. Amma film ümumiyyətlə o deyil də, yəni film başqadır. Mənə gəlir ki, film kifayət qədər kədərli temalara toxunur orada. Bu qızı ərə verirlər və Əziz çox məyus olur. Trajikomediyadır. Həm də bir uğursuz sevgi haqqındadır da. Və o temanı biz sonra davam eləmişik. Əgər orada yazdılarsa Balaca Əzizin sakitdə özündən qız gələndə kədərləndir, Əziz. Filmin ikinci hissəsində Əziz artıq böyük bir kişidir. Onun Zeynəb adlı bir sevdiyi var. Lakin bir gün Cəfər adlı bir bəy oğlu Zeynəbi zorla qaçırır və Əziz tək qalır. Filmin üçüncü hissəsində yaşlı Əziz rayon komitəsinin katibi Əliquliyevin oğlu Cəfərlə zorla evlənən Zeynəbin toy günü onu yəhərə salır və dağlara apararaq qaçırır. Nəvəsi tapdığın bu qızı sevdiyini öyrənən Əziz çox xoşbəxt olur.
və Zeynəb Əzizin nəvəsi ilə evlənir. Əzizin böyük sevincinin səbəbi ondan yan keçən xoşbəxtliyin nəvəsinə çatdığını görməsindədir. Qayda belə də ağlayırsan, yoxsa toy ürəyincə deyil. Bir sözdə daha bala. Əgər toy ürəyincə deyil, səni qaçırım. Doğrudan qaçırıblarsan baba. Lap canını da alaram. Onda baba, qaçır, qurban olum, qaçır. Getdi! At səhnəsi var deyil, baba məni mindirir, qaçırdır. Deməli, çox hündür at idi. 2 nəfər məni qolundan tutdu, 2 nəfər qolunu güclə mindirdilər məni atın tərkinə. Hüseyin Ağa Sadıq da oturub rahat, Həmidə darıxma, rahat, yaxşı olacaq qızım. Birdən bu at kişnədi, qalxdı ayağa. Az qaldı bizi aşırsın. Amma sonra rahatlandı, çəkilişləri apardıq. Amma iri planlar olan çəkilişlər atın üstündə olmuyordu. Yəni o da kino texnikasının bir sirridir ki, bizi elə bir ki avtomobildə idik. O imitasiya edirdik ki, at sürürük və o cür çəkilirdi. Zeynəb gəlir! Zeynəb kimdir? Nəvəmin, nəvəsinin nəvəsi! Nə dersin ay baba? O ne var hardan çıxdı? Onu hardan tapmısan? Səni hardan tapmışamsa, onu da oradan tapmışam. Qalx yuxarı, gəl yuxarı, gəl, indi görərsən. Babamızın babasının babası eyni zamanda ilklərin və sonların filmi kimi tarixə düşüb. Filmin senarisi Ramiz Rövşənin diplom işi, Əziz baba gözəl aktyorumuz, xalq artisti Hüseyin Ağa Sadıqovun kinoda son rolu idi. Hüseyin Ağa Sadıqov çəkilişə hamıdan əvvəl gələrdi. Çəkilişin başlamağına elə 1 saat qalıb oturardı, qarşısına bir stəkan çay içərdi, gözləyərdi. Aktyorlar, xüsusən biz gənclər ən axırda gələrdi. Nizam intizamda. Çəkilişi tutaq ki, 3 səhnədən sonra o yenə getmirdi, otururdu, gözləyirdi. Tofiq müəllim də həmişə deyirdi ki, baxın, bizə gənclərə gözünüzə sualın, baxın, beləncə aktyor belə olmalıdır. Mən də deyirdim ki, Hüseyin Ağa müəllim, siz niyə getmirsiniz? Məsələn, otel burada yaxındadır, gedin istirahət edin. Dedim, mənim üçün, bura mənim evimdir, mən burada istirahət edirəm. Mən hər şeydən, hər epizoddan nəsə öyrənirəm. Yəni, başqa aktyorların da oyunlarına baxırdı, ləzzət alırdı. Və çox təəssüf ki, doğrudan bu onun kinoda son rol oldu, böyük rol oldu. Pavilyonda da var idi çəkilişimiz. Sonra getdik Şəki rayonuna, həmin Oxu kəndində. Kənddə də çoxlu çəkilişlərimiz oldu. Hər bir epizodu yadımdadır mənim çəkiliş günlərimin. Yəni babamla olan səhnə bizim Hüseyin Ağa müəllimlə, Allah rəhmət eləsin. O səhnələrim. Fikir eləmə. Gələnlə girərsən. Gələnin yox baba. Düz 2 ildən sonra. 2 ildən sonra niyə bala? Əskər gedirəm baba. Əskər gedirəm. Deməli, məni tək qoyub gedirsən, hə? Şəkinin təbiəti elə bil ki, kino üçün yaradılıb. Elə belə biz Şəkini seçməmişdik. Şəki həm öz fakturasına görə, çünki filmdə söhbət 160 yaşlı babadan gedir. Müəyyən dərəcədə bu tarixlə bağlı olan bir şeydir. Yəni oradakı evlər, oradakı mənzərə, orada hər şey elə bil ki, qədimliyi göstərir. Ona görə də mənə eləyər ki, seçim düzgün idi və bizə lazım olan bütün prosesləri də orada biz həyata keçirə bildik. Qış ayı idi, qar var idi həyətdə. Evdən çıxdım çölə. Gördüm ki, həyətdə adamlar gezir. Soruşdum ki, nə cəh gəlmişsiniz? Dedi ki, burada kino çəkəcək. Sonra bunlar çıxıb getdilər. Ondan bir müddət keçəndən sonra yenə gəldilər. Yoldaşım dedi ki, nəyə görə bizim evi seçmişsiniz? Dedilər ki, burada gün səhər-səhər çıxanda onun qabağında heç bir maniyə yoxdur. Gün çıxır, promoy biz günü çəkməkdən ötürü bizim məsəl kadra düşsün deyib buranı çəkmək istəyirik. Elə olub da bizdə kino çəkdilər.
Burada əsas rolları Həmidə Ömərova, Hüseyn Ağa müəllim, Eldəniz Zeynalov, Səməndər Rızayev, Hamlet Qurbanov, Süleyman Əsgərov burada gəldilər bura. Əsas səhnələri, bu əsas rolları onlar çəkdi burada. Onlar çəkirdi. Burada bir də var ki, epizodda Şamil oxumağa geyib qaydanda gəlib mənə deyirlər ki, sən məsəl getməlisən suya, güyümü çiynə al, get suya. Mən sirkdə razı olmuram, uşaqlarım balaca, körpəydilər, özüm də gənc idim. Gəlib operator mənə yanaşdı ki, ya xanım, vallahi heç şey olmayacaq, bir dənə çəkiliş olacaqdı. Mən güyümü çiynimə götürüb, böyük qızımın da qolundan tutub getdim. Bu yalnız buradan başa getdim, düşən bir yalnız o kadra düşmüşəm. Ay sən Alabaş. Darıxmışdın? Gəl. Birinci il idi. Qoşum Gülnaz Zeynəb əhlədə kino çəkməyə gəlmişdilər. Babamın babasının kinosunu. Elə o momentdə mən də orada məhlədən qoyunlarımı çıxardanda hələ o hissə balaca gözü düşürdü həmən filmdə. Qoyunlar ağzı aşağı düşür, mən qoyunlarım idi olar. Orada çəkiliş elədilər, çəkdilər. Hey! Hey! Gəldilər sonra bu ziyarətə. Orada qəbir qazırdılar. Babam babası gəldi orada eşyayla qəbri dəyişmək istəyirdi. Dedim, mən eşyaya verim sənə, sən qəbri ver mənə. O yadımda qalıb. Gəlsənə bu qəbri mənə verəsən. Özün üçün biraz gembolunu qazarsan da. Sənə verim qəbri? Nə olar? Qurbandır. Yaxşı, bəs sən nə verərsən əvəzində? Mənim neyim var ki, sənə də nə verim? Vay, necə yəni nəyim var? Bəs o nədir? Biraz qocadır, amma eybi yox. İşə yarayar. Gəl belə danışıq. Eşşək mənim, qəbir sənin. Bir də sonra gəlib Alagöyükdə, burada iki uzun sahədir. Burada örüşlər olur, qoyun otarlanır. Kəndin cəmaatının qoyunları da gəlib burada həmən o sürü içərisində başlayırdılar burada kino çəkməyə. Gəlib qoyunları fırlayıb üstündə atın belində gəlib çəkiliş eləyib getdilər. Sonra ki, mən bilən daşızın dağlarında çəkdilər yerdə qalan hissəsini. Şəkinin Oxud kəndini. Buradan salamlayıram bütün Oxud kəndini. Baxanlar varsa, məni tanıyanlar varsa, yadlarımda qalmışamsa, inşallah yəqin ki, salamlarım çatar olaraq. Tofiq Tağızadə filmə çox güclü aktyor ansamblı yığa bilib. Səməndər Rızayev. O rəqs də əlbəttə ki, Səməndərin bu babanı o gəlini qaçırdan səhnədən sonra o həkimin altdan düşüb belə axsaq-axsaq gəlməsi və bütün bunların səbəbkarını Səməndər deməli atanın öz oğlunda görməsi və ona belə necə deyim, belə vurmaq istəyən, əlini qalxızıb vurmaq istəyəndə bax o anda vurmaq yox, daha öz hirsini, öz əsəbini, öz bütün daxili gərginliyi hamısı rəqsdə yəni çevirdi və bu da çox təbii və yaxşı alındı. Səməndər Rızayev çəkiliş qrupumuzu əyləndirirdi. Deməli, kamerada nəsə xarab olmuşdu, kameranın üzərində işləyirdi operatorumuz Hüseyn Mehdiyev və bu müddət ərzində Tofiq Tağızadə də kütləvi səhnəli aktyorlarını yığıb, həmin Oxud kəndinə səs-küy, nizam-intizam pozulur, aktyorlar
vəziyyətdən çıxırlar. O vaxt bilirsiniz də kamera plyonka ilə bağlı idi. O plyonka da çox məhdud idi. İndiki kimi deyildi. Yəni 100 dəfə çək, 100 dəfə sil və 100 dəfə də nə qədər xətin istəyir dubl çəkə bilərsən. Orada biraz məhdud idi. O da plyonka ilə bağlı idi. Bir də gördüm Səməndər Rzayev çıxdı eyvana. Camaat, diqqətlə mənə qulaq asın. Camaat, mən sizə bir dənə söz deyim. Və başladı danışmağa məzəli lətifələr. Birini danışdı. Hamı səs-küy çalanlar, hamısı sakit oldular. Hamı elə bir tribunaya baxırdılar, diqqətlə qulaq asırdılar. O gülməkdən uğunub gedirdilər və elə biz o prosesə bir yarım saat o söhbət elədi, duzlu söhbətləri ilə çəkiliş qrupunu və kütləvi səhnə aktyorlarının hamısını ələ aldı. Sonra bizim çəkilişimiz davam elədi. Bizim orada açığın deyim ki, əsas deməli problem o ki, biraz lağlağıya getməmək, biraz da yəni yüngülüyə getməmək. Mənə ki, mümkün elə də ondan qaçmışıq. Həmidə Ömərova, Eldəniz Zeynalov. Deməli, Eldəniz Zeynalov, Səməndər Rzayev səhər-səhər otelin qapısında dayanırdılar, belə işinə gözləyirdilər. Və oradan gedirdilər maşınlar, hamısı onları tanıyırdı. Onlar da əl eləyirdilər və yaxınlaşırdılar, bunları qucaqlayırdılar, nə bilim, avtoqraf alırdılar, sonra bunları mindirib maşına aparırdılar. Yiyib içməyə. Hamlet Qurbanov, Şamil Süleymanlı, Sabir Məmmədov, Süleyman Ələsgərov, Rafiq Əliyev, Eldəniz Rəsulov kimi koloritli aktyorlar çəkilib bu filmdə. Bu filmlə bağlı mənim çox gözəl bir xatirəm var. Mən bir otaqda qalırdım. Eldəniz Rəsulov, bizim sevimli aktyorumuz, bəyi oynayır. Həmin anda bunun oğlu oldu. Ya gözləyirdik oğlu olmağı. Mən o qədər sevindim ki, orada bolluca oyuncaq aldım. İllər keçəndən sonra, 10 ildən keçəndən sonra o oyuncaqlar hələ də qalır. O qədər çox almışdım ki. Filmin çox rahat və səlis dili var. Diyaloqlar tamaşaçını yormur. Bu senarinin gücü və eyni zamanda aktyor heyətinin bacarığı deməkdir. Əziz yoldaşlar, mən bu adi mis paydaşanın vasitəsilə necə deyərlər, əziz babanı kəşf eləyib dünyaya tanıtmış hörmətli professorumuzun xidmətlərini xüsusi qeyd eləmək istəyirəm. Lakin bütün bunları cəmləmək, bir nöqtədə birləşdirmək quruluşçu rejissor və operatorun işidir. Düşünürük ki, həm Tofiq Tağızadə, həm də Hüseyin Mehdiyev bu işin öhdəsindən layiqincə gəlib. Bu Tofiq Tağızadənin və Ramizin yaradıcılıqlarında müəyyən bir vacib yer tutan bir əsərdir. Və mənə gəlir ki, bu illər getdikcə onun qiyməti qalxacaq. Mən orada yenə gördüm ki, çalış mane olma. Sən özün də qısqanc baxırsan axı. Nə qədər istəsən, istəməsən də. Ona görə gərək ssenarini verdin, rejissor çəkir, sən axırda filmə baxmalısın. Tofiq müəllimin çox qəribə xüsusiyyətləri var idi. Bu adam nə qədər ciddi idisə, bir o qədər də komik vəziyyətlər yaradırdı. Mən ağlıma belə gətirməzdim ki, Tofiq müəllimin aktörlük, rejissorluqdan başqa, o rejissordur, amma filmə çəkilməyi də xoşlayırdı. Onun başqa bir istedadı da var. O çox gözəl musiqisi idi. Və bir neçə ustad dərsləri keçdi bizə. Mənim üçün ən önəmli, ən vacib olan Azərbaycanımızın ən kalifey sənətkarlarının bir yerdə olması idi. Babamızın babasının babası kinokomediya janrında çəkilsə də, tamaşaçıya dərindən düşünmə imkanı verir. Fərqli düşüncələr olsa da, hər kəs həyat haqqında, onun sevinci, kədəri, qəribəliyi, adiliyi, mürəkkəbliyi, sadəliyi haqqında düşünür. Filmin yaradıcıları bu baxımdan istəklərinə çatıb. Bugünkü gündə mənim arzum belədir ki, xalq heç olmasa bu filmə baxanda biraz üzü gülsün, ruhu açılsın, gözəllik görsün filmdə.
İnanırıq ki, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın dəstəyi ilə hazırlanan Mədəniyyət İncəsənət Azərbaycan layihəsinin Azad Kino verilişi çərçivəsində bu axşam saat 23-də ATV-nin efirində bu filmi izləmək daha maraqlı olacaq.